Təhlükəyə baxmayaraq, Rusiya istifadə etdiyi xüsusi yerləşdirmə taktikalarına görə bəzi təyyarələrini Krımda saxlamağa məcburdur. Bunu Ukrayna Hərbi Dəniz Qüvvələrinin sözçüsü Dmitro Pletenchuk Ukrayna radiosuna müsahibəsində bildirib. O bunu Amerika Birləşmiş Ştatlarının nümunəsi ilə izah edib. ABŞ əməliyyatlar zamanı uzaq mənzilli uçuşlar həyata keçirir və havada təyyarələri yanacaqla doldura bilən hava tanker donanmasından istifadə edir. Pletenchuk bildirib ki, Rusiyanın da belə tanker təyyarələri var, lakin əməliyyatların baha başa gəlməsi və aviasiya resurslarının məhdudluğu səbəbindən onlardan istifadə edilmir. Məhz buna görə də tapşırıqların yerinə yetirilmə vaxtını azaltmaq və logistikanı sadələşdirmək üçün onlar təyyarələri Krımda saxlayırlar. Ola bilər ki, mən yanılıram və bu sadəcə onların həddindən artıq özünə inamıdır. Amma fakt budur ki, onlar oradadır və buna görə də mütəmadi olaraq Ukrayna pilotsuz aparatlarının, raketlərinin və digər silahlarının hədəfinə çevrilirlər. Krımdakı aerodromlarda və ya onların yerləşdiyi ərazilərdə demək olar ki, hər gecə partlayış səsləri eşidilir. Ya bu, hücumların qarşısını almağa çalışan Rusiya hava hücumundan müdafiə sistemlərinin fəaliyyətidir, ya da onların həmin hücumları dəf edə bilməməsinin nəticəsidir, deyə Pletenchuk qeyd edib. O, həmçinin Rusiya Qara Dəniz donanmasının vəziyyətini də şərh edib. Pletenchukun sözlərinə görə, Rusiyanın bölgədə döyüş tapşırıqları yerinə yetirə bilən azı 5 raket daşıyan gəmisi var. Bunlara 3 Buyanem sinifli yerüstü gəmi və Varşavyanka adlanan 2636 layihəli sualtı qayıq daxildir. Rusiya həmçinin zədələnmiş Essen freqatını və ehtimal ki, zədələnmiş Admiral Makarov freqatını yenidən xidmətə qaytara bilər. Ancaq artıq kifayət qədər uzun müddətdir ki, biz dənizdə Rusiya gəmilərini görmürük. Federal Təhlükəsizlik Xidmətinin dəniz mühafizəsi hələ də qondarma Krım körpüsü ətrafında fəaliyyət göstərir, lakin digər döyüş gəmiləri ümumiyyətlə heç yerə çıxmır. Onlar ayda 1 və ya 2 dəfə raket buraxırlar, amma bunu etmək üçün Sudak körfəzinə daxil olmalıdırlar və bu da bir neçə saat çəkir, deyə Pletenchuk bildirib. Onun sözlərinə görə, bu, Ukrayna üçün dənizdən gələn təhlükənin tamamilə aradan qalxması demək deyil. Lakin bu, Qara Dəniz donanmasının imkanlarının azaldığını göstərir. Pletenchuk qeyd edib ki, hazırda donanma faktiki olaraq yalnız qanadlı raket daşıyıcısı funksiyasını yerinə yetirir. Onlar pilotsuz aparatlarla mübarizə, su yollarının qorunması, suüstü və hava məkanının örtülməsi, hətta bəlkə də mülki gəmiçiliyin izlənməsi kimi digər funksiyaları aviasiyaya, o cümlədən pilotsuz aviasiyaya həvalə ediblər. Pilotsuz aparatları çox sayda görmək olar. Bunlar müxtəlif növlərdir, əsasən kəşfiyyat aparatlarıdır, bəzən silahlı əməliyyat taktiki aparat olan Orion'dan da istifadə olunur. Amma digər tapşırıqlar üçün adi reaktiv və pervaneli təyyarələr də istifadə edilir, xüsusilə Krıma hücumlar zamanı, deyə Pletenchuk izah edib. Xatırladaq ki, Ukrayna müdafiə qüvvələri bundan əvvəl müvəqqəti işğal olunmuş Krımdakı Rusiya donanmasına qarşı bir sıra zərbələr endirib. Xüsusilə aprelin 19-na keçən gecə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin döyüşçüləri 2 böyük Rusiya desant gəmisinə, 775 layihəli Yamal və 1171 layihəli Nikolay Filchenkov gəmilərinə hücum ediblər. 28 aprelə keçən gecə isə xüsusi əməliyyat qüvvələri müvəqqəti işğal olunmuş Krımda İskəndər operativ taktiki raket komplekslərinin saxlanıldığı obyektə zərbə endirib. Xüsusi əməliyyat qüvvələrinin bildirdiyinə görə, müdafiə qüvvələri bundan əvvəl dəfələrlə həmin bölgədən düşmənin raket buraxılışlarını qeydə almışdı.